videoda gələn və ya göndərilən qaymələrin alt sənədlərini, yəni təhvil, təslim aktı, hesab faktura və qiymət razılaşmaların Qayma Pro proqramı vasitəsilə necə hazırlandığını görəcəyik. İlk öncə bizə lazım olan qayməni seçirik. Daha sonra hesab faktura, təhvil, təslim, qiymət razılaşma düyməsini vururuq. Gördüyünüz kimi bu formada hesab fakturanı hazırlayır. Digər sənədləri də göstərirəm indi. Qiymət razılaşma protokolu. Və təhvil təslim aktı hazırlanır avtomatik şəkildə.